Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılarımız. Yenidən sizin qarşınızdayıq. Bugün də bir-birindən maraqlı, pozitiv qonaqlarla sizi feyziyab edəcəyik. Yenə də evlərinizə qonaq gəldik ki, hər şeydən biraz sizə danışaq. Xəyal xanım, qonaqlarımıza baxıram, maşallah olsun. Biri-birindən gözəl xanımlar və möhtəşəm ifaçı müğənnimiz buradadır. İstəyirəm bir-bir təqdim edeyim. Tibb elmləri üzrə fəlsəfə doktoru, parazitoloq, gastroenteroloq Maya xanım Rüstəmova. Xoş gəlmisiniz Maya xanım. Və 10 barmağında 10 mərifət olan Qönçə xanım, dekorçu, heykəltəraş. Xoş gəlmisiniz. Xoş gününüzə gəldim. Təşəkkür edirəm dəvətiniz üçün. Biz təşəkkür edirik. Belə deyək də, hər gün səhər yuxudan duranda ümumiyyətlə hamımız pozitivə köklənmək istəyirik. Son dönəmdə bu mahnını, bu ifanı mən harda eşidirəmsə, demək olar ki, olmayan əhvalım da 1-ə 100 qalxır. Bunu mənim evladlarım da bilir, mənim ətrafım da bilir. Və verilişimiz açılan gündən mən elə gün olmur ki, Xəyal xanım təsdiqləyə bilər ki, 100%. Elnur bəyi dəvət eləyək. Elnur bəyi dəvət eləyək. Elnur bəy Əmrahov, xoş gəlmisiniz. Xoş gününüzə gələk, salamlayıram mən sizi. Doğrudan da sizin bu musiqiniz bizi o qədər pozitivə kökləyir ki, çox təşəkkür edirik sizə bu musiqilərə görə. Mən sizə təşəkkür edirəm, dəvətinizə görə salamlayıram sizi, bütün televiziya izləyicilərini, sizin verilişi izləyən tamaşaçıları. Uğurlu olsun hər zaman, həmişə inşallah sizin verilişlərə gələk, davamlı olsun. Mən sizə dərin təşəkkür edirəm. Qonaqları salamlayıram ürəkdən, xanımlar, xoş gəlib. Xoş gördük. Və Azadə xanımı yenə də mən Artıq çevriləndə Xəyal xanım bilir ki, mən niyə çevrildim. mən özüm təqdim etmək istəyirəm. Çünki Azadə xanımı çox sevirəm. Birinci onun qəlbini çox sevirəm, ürəyini çox sevirəm. Sonra isə onun bacarıqlı əllərini çox sevirəm və bunu istəyirəm ki, hər kəs görsün. Azadə xanım, xoş gəlmisiniz əzizim. Təşəkkür edirəm gözəl sözlər üçün. Çox sağ olun, siz də varsınız. Çağırırsınız, dəvət edirsiniz. Hazırlayırıq, xanımlar baxırlar, öyrənən öyrənir, öyrənməyən, bacarmayan bizlərə müraciət edir. Başkənd Şirniyyat restoran şəbəkəsinə. Buradan Başkənd restoranlar şəbəkəsinə dərin təşəkkür edirəm. Hər zaman gözəl kollektivi ilə xalqın xidmətindədirlər və Azadə xanımı da, digər gözəl ustalarını, şirniyyatçılarını nə zaman xahiş edəsək, Mətanət xanım sevə-sevə bizim proqramımıza göndərir. Mən dərin təşəkkür edirəm. Azadə xanım, yenə də gözəl bir burada buna yarım fabrikat deyirlər də, düzdürmü? Hələ tam hazır olunmamış. Biskvitlər görürəm, artıq hazırlanmısınız. Deyəsən tort olacaq yenə də. Bəli, tort olacaq. Mövsümlə əlaqədar olaraq burada qış təəssüratdan yaradacağam tortun üzərində. Qış nağılı. Bəli, qış nağılı yaradacağam. Güman edirəm ki, xoşunuza gələcək. Bəlkə siz onu qış nağılını orada düzəltsəz bir qar yağar. Hələ ki, özümüz qar düzəldək tortun üstündə. Suyunu da olsa. Suyunu da olsa. Sonra təbiət gətirsin. O zehnimizə deyir, nəyi çağırırsan, o da olur. Çox sağ olun, mən təşəkkür edirəm Çox sağ olun sizə. Azadə xanım. Hava demişkən, Maya xanım, dedim ki, bir qar yağsa, belə deyək də, mikroblar ölür deyirik bəzən. Viruslar məhv olur. İstəyirəm sizinlə biraz qurd xəstəlikləri haqqında danışım. Çünki dedim axı gastroenterologiya, epidemiologiya, bilirəm ki, sizin hətta bu Azərbaycan Tibb Universitetində sizin dərs vəsaitinizdən istifadə olunur. İstəyirəm biraz bu barədə danışasınız. Bəli, mənim iki kitabım var ki, o dərslikdir. Dərslik kimi də tələbələr o kitablardan dərs keçirlər və bizim professiyamıza uyğun olaraq biz hər zaman qurd xəstəliklərindən danışırıq. Bunu da deyim ki, sizin verilişinizdə birinci dəfə oldum. Olduğum üçün də çox həqiqətən gözəl bir studiyamız var, rəngarəng. Və siz gözəl də xanımlarsınız, verilişimiz də belə baxıram ki, çox mükəmməl, gözəl bir verilişdir. Baxımlı verilişdir, həmişə daim olsun. Və biz qurd xəstəliklərindən həmişə danışırıq. Qurd xəstəliklərindən danışanda bilirsiniz ki, qurd xəstəliyi insan orqanizmində belə deyərdim ki, törətmədiyi xəstəlik yoxdur. Sonsuzluğa qədər, xərçəng xəstəliyinə qədər qurdların insan orqanizmə törətmə ehtimalı var. Özü kiçikdir, amma fəsadı böyükdür. Orqanizmdə vurur bir-birinə də. Orqanizmdə bir qurd deyil, bir neçə qurdlar ola bilir və insan orqanizmində müxtəlif qurd növləri var. Biz növlərə uyğun da
diaqnoz təyin edirik, hansı qurd növü varsa ona uyğun da müalicələr həyata keçiririk. Elə qurd növü var ki, əməliyyatla orqanizmdən xaric oluna bilir. Yəni exinokoqqozlar, bəli, exinokokk qurdları insan orqanizmindən əməliyyat vasitəsilə xaric ola bilir. Qurd deyəndə elə, bəli, elə kiçik qurdlar var ki, orqanizmi daha böyük fəsadlara gətirib çıxarda bilir. Qurd xəstəliyinin insan orqanizmində bəzən deyirik ki, kiçik bir qurd növüdür. Keçib gedər deyə bəzən valideynlər uşaqlarda daha çox qurd xəstəliyinə rast gəlmək olur. Bir tabletlə keçən bir qurdlardır, belə deyək də. Düşünürlər bəzən. Elə qurd növü var ki, bayaq söylədiyim kimi əməliyyat vasitəsilə xaric olunur. Ona heç bir tablet yox, bir neçə tablet belə təsirini göstərmir. Bəzən insanlar qurd xəstəliyi deyəndə utanc duyurlar. Utanırlar, yəni bunu gizli saxlayırlar. İstər valideynlərindən, bəzən görürsünüz ki, yəni qurd xəstəliyinin yaşa dəxli yoxdur. Bütün yaş həddində qurd xəstəliyinə rast gəlmək olur. Qurdun da növləri var. Biz çox zaman nematodozlardan danışırıq. Yəni ki, askaridoz, trixosefalyoz, enterobiozlardan daha geniş danışırıq. Hətta biz sisitozlara da rast gəlirik insan orqanizmində. Ən çox yayılan növü ən çox yayılır. Belə 30-a yaxın qurd növü var ki, 18-i daha geniş Azərbaycanda yayılmışdır. Qurd xəstəliyinin də insan orqanizmində törətmədiyi xəstəlik yoxdur. Yəni mədə-bağırsaqda olur. Mədə-bağırsaqdan da bütün xəstəliklər başlayır. İnsanın orqanizmində yaranan xəstəliklərin əksəriyyəti mədə-bağırsaqdan başlayır və burada biz əsasən deyildikdə, yəni qurd növlərindən belə danışdıqda görürsünüz ki, orqanizmdə misal üçün ürək bulanma, yəni iştahasızlıq, baş ağrısı, baş gicəllənməsi, yuxusuzluq, əsəbilik kimi hallardan özünü büruzə verə bilir. Bəzən görürsünüz allergik reaksiyaların olması, müxtəlif dəri xəstəliklərin, yaraların olmasında təsirini göstərir. Qurd xəstəliyindən biz həmişə deyirik və yaxud da hədsiz çox tabletka dediniz, bir tabletka ilə yəni nəzərdə tutulur. Bəzən görürsünüz ki, valideynlər uşaqlarında hansısa bir qurdun növü olduqda, belə ya əlamətləri olduqda biz həmişə deyirik. Əlamətlər, yəni əsasında ağız suyu ifrazı, dişlərin qızarması qurd xəstəliyinə göstəriş durumudur. Ancaq burada diaqnoz dəqiq olmalıdır. Bəzən görürsünüz, dişin qızarması sinir sistemindən də əlaqəli ola bilir. Burada qurd olmaya da bilər. Belə halda qaçıb tez uşağa qurd dərmanı və yaxud özləri qurd dərmanı hədsiz çox içmək olmaz. Aylarla biz rast gəlirik ki, görürsünüz ki, qurd dərmanı istər uşaqlarında, istər özlərində istifadə edirlər. Hər bir damcı diş qıcanması yağı suyu oldu, biz burada qurd dərmanı içməliyik deyə düşünürlər. Belə hallar da düzgün deyil. Burada ilk öncə qurdun növü aşkarlanıb, əgər orqanizmdə qurd varsa, o zaman dərmandan hansısa bir müalicələri aparmaq lazımdır və onu da vurğulamaq istəyirəm ki, hədsiz çox qurd dərmanı qaraciyərə ziyandır. Onu çox içmək olmaz. Aylarla istifadə etmək olmaz. Belə halda da mütləq şəkildə yoxlayıb, varsa həkim tərəfindən müalicələr həyata keçirilməlidir. Ümumiyyətlə, öz başına müalicələr olmaz da Maya xanım? Qətiyyən. Çünki və yaxud da orqanizmdə qurd növü varsa, bu tərəfdən nə qədər pasiyent müalicə aparsa, o qurd oradan öz işini görür. Hansısa bir xəstəlik buradan qurtarmaq olmur. Bizim Instagram səhifəmizdə var, səhifələrimizdə var. Görürsünüz, illərlə bizə müraciət edilən xəstələr var ki, yəni qurdun fəsadlarına uyğun illərlə əziyyət çəkiblər, dəri xəstəliklərindən və yaxud saçın tökülməsindən, müxtəlif, yəni allergik reaksiyalardan. Belə halda da mütləq şəkildə birinci buradan orqanizmə qurd xarici olmalıdır və sonra onun üzərindən müalicələr həyata keçməyi mütləq şərt. Elə birazdan mən o dediyiniz saç tökülməsinə geri dönüş edəcəm sizlə mütləq. Verilişimizin artıq 10-cu, 12-ci dəqiqəsidir. İstəyirəm ki, pozitivə bir köklənək. Elnur bəydən gözəl bir ifa alaq. İlk mahnımız sevdiyim bir şarkı geliyor. İyi bax kəndinə. Hamınız özünüzə yaxşı baxın. Buyurun Elnur bəy. Bak kendine. Denedim dünyayı senin uğruna, muhakkak gidiyor şimdi ağrına. Al da o insafsızı bas bağrına. Sıkı sıkı sar, iyi bak kendine. Sıkı sıkı sar, iyi bak kendine. Olmadı ya, iyi bak kendine. Buraya kadar iyi bak kendine.
yokum onunla gezersin. Çarşı pazar iyi bak kendine, çarşı pazar iyi bak kendine. Olmadı yar iyi bak kendine, buraya kadar iyi bak kendine. Bu nasıl esalet, bu nasıl şahşaha, hala utanmadan çekiyor kahkaha. Senin yüzünden şarap içmem daha. O bana zarar, iyi bak kendine. Canıma zarar, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Buraya kadar, iyi bak kendine. Esmeden soğuğunda vardı, kim bilir hangi durağında vardı. Şimdi evlisin, çocuğun da vardır. Bense bekar, iyi bak kendine. Bense bekar, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Buraya kadar, iyi bak kendine. Nasıl da başladı, nasıl da bitti, bellidir artık şu canıma yetti. Güvendiğim dağlara yadı gitti. Top dolu kar, iyi bak kendine. Top dolu kar, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Buraya kadar, iyi bak kendine. İşine yaramıştır kimin, şunu da unutma, olamam teslimin. Senin param var da ben müzisyenin. Şarkısı var, iyi bak kendine. Şarkısı var, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Şuraya kadar, iyi bak kendine. İyi bak kendine. Ay möhtəşəm, möhtəşəm. Çox sağ olun, təşəkkür edirəm. Bayaq dedim ki, Xəyal xanım, Maya xanım sizinlə geri dönüş edəcəyik saç tökülməsinə. Çünki bu dəqiqə cavanlar arasında, yaşlılar arasında durur, amma ən çox cavanlar arasında alopesiya deyilən bir xəstəlik baş alıb gedir. Deyirlər ki, stressdəndir falandır, amma yaş həddi bilməyərək də gedir. Bəli, uşaqdan tutmuş böyüyə bugün saç tökülmələrinə daha çox rast gəlir. Alopesiyalı xəstələr, total saç tökülmələr uşaqlarda da rast gəlinir. Burada bəzən biz saçın tökülməsi dedikdə, burada vurğulamaq lazımdır ki, saçın tökülmə səbəbi nədən yaranır? Saçın tökülməsi daxili problemlərlə əlaqəli ola bilir. Söylədiyiniz kimi stres faktorları da burada əsas rol oynayır. Hormonal dəyişikliklə əlaqəli ola bilir. Ya qan azlığından əlaqəli ola bilir. Əsas səbəbi mədə-bağırsaqdan başlayır. Mədə-bağırsaq bayaq da vurğuladım. Bütün çox xəstəliklərin yaranma səbəbi mədə-bağırsaqdan başlayır. Mədə-bağırsaq insanın ikinci beynidir. Ona görə biz həmişə bunu bu şəkildə deyirik ki, mədə-bağırsaq sağlam olduqda, normal olduqda orqanizm həyat fəaliyyətini daha gözəl həyata keçirir. Saçın tökülməsi qan azlığı ilə əlaqəli, mədə-bağırsaqla əlaqəli, hormonal dəyişikliklərlə əlaqəli, stres faktorlarla əlaqəli tökülmələr olur və burada baxın, qurd xəstəliyində rolu böyük olur. Qurd xəstəliyi burada nə edir? Anemiya qan azlığına səbəb ola bilir, mədə-bağırsağa təsirini göstərə bilir və yaxud sinir sisteminə təsirini göstərə bilir. Sonra gətirib saç tökülmə ilə nəticələnə bilir. Biz bütün tökülən saçlarda burada qurd xəstəliyi var sözünü demirik.
Sadəcə deyirik ki, orqanizmi düzgün müayinə edin, yoxlayın. Əgər orqanizmdə hansı bir qurdun növü varsa, bu tərəfdən nə qədər müalicə aparsanız xeyri olmayacaq. Mütləq şəkildə burada birinci qurd orqanizmdən təmizlənib və sonra saç müalicələri həyata keçirilməlidir. Saç müalicələrində də bəzən görürük, biz rast gəlirik, mezalardan da istifadə olunur. Amma Maya xanım, ümumiyyətlə deyirlər bu dəqiqə stressdən, əsəbdən, yaşadığımız bu sıxıntılardan, gündəlik həyatımızda olan bu Vitamin çatışmamazlığından. Ya, məncə stress də bir mənbədir saç tökülməsi. Bəli, əlbəttə ki. Çünki təkcə qurda bağlamaq olmaz. Yox, biz tək qurda bağlamırıq. Mən onu vurğuladım ki, bütün saç tökülən insanlarda biz qurdu var demirik. Biz sadəcə deyirik, orqanizmi yoxlayırıq, orada müayinə olunur və müayinənin əsasında əgər orada qurd varsa, birinci qurd orqanizmindən xaric olunur və sonra müalicələr həyata keçirilir. Və yaxud deyil, adamlar qurdu yoxdur, yoxladıq, yoxdur. Burada yenə baxırıq ki, hansı səbəbdən tökülmələrin ehtimalı var, ona uyğun müalicələrimizi həyata keçirir. Mən onu vurğulamaq istəyirdim, bəzən saç mezalarından istifadə edirlər. Burada daxildən müalicəni həyata keçirməsəz, üstdən nə qədər meza eləsək, maskalar eləsək, nə müdaxilələr eləsək, tam saçın özünə aparılan müdaxilələrlə tam effekti almaq olmur. Ona görə burada daxildən problem aradan qaldırıb. Bəzən hansısa vitamin balansının orqanizmdə yetişmədiyi tərzdə burada qurd varsa, burada bədəndən vitamin balansının bədənə sovrulmasına da təsirini göstərir. Elə halda da biz yenə də deyirəm, professiyamıza uyğun qurd xəstəliyinə danışırıq. Çünki biz bunu illərlə bu işləri görürük ki, insan orqanizmində olan, yəni patologiyanın dəyişikliyi nə ilə əsaslanır. Saçın müalicələri bizim müalicələrimizdə istər saçın müalicəsi, istər qurd xəstəliyinin müalicəsi, istər mədə bağırsaq, bütün xəstəliklərin müalicəsini hansı ki biz həyata keçiririk, hamısı təbii üsullarla bizim tərəfimizdən həyata keçirilir. Təbii üsullarla apardığımız müalicələr orqanizmdə heç bir zərər, ziyan vermədən daha effektli həm xaricdən, həm daxildən ikisi bir arada olduqda daha gözəl effekt əldə edilir. Gözəl. Çox gözəl. Reklamlara ayrılaq. Daha sonra Xəyal xanım, Qönçə xanımın əl işlərini bizlərə göstərəcək. Reklamlara ayrılaq. Yenidən birlikdə olacaq. MTV Azərbaycan efirində reklam dəqiqələri sona bitdi və biz yenidən studiyamızdayıq. Mən istəyirəm, stolumuzun üzərində gördüyünüz bu gözəl daş tozundan yaradılmış sənət əsərlərinin müəllifi olan Qönçə xanımı məhz bura dəvət edeyim. O özü danışsın, bu gözəl əsərləri necə yaradır, nədən yaradır və bizə də göstərsin, biz də öyrənək. Deməli, bunların xam mallarını mən xaricdən gətirirəm. Əsasən Türkiyədən gətirirəm. Çox adam bunu gipsdən səhv salır. Gips tamam fərqlidir. Gips daha yumşaq olur. Bunlar isə daha möhkəm olur. Gips düzələndə nəfəs ala bilir, yaş qala bilir. Amma daş tozu elə bir şeydir ki, o daha möhkəm olur. Yəni quruyur, daş kimi də olur. Bildiyimiz daşdır da yəni. Adı kimi özü də daş kimi olur. Amma gips elədir ki, gips nəfəs alır. Nəm olan yerlərdə yaş olur. Belə deyək də, daş tozu burdadır. Bəli. Onlar bizim rənglərimizdir. Bunları bizə göstərin. Bunu nə ilə qatışdırırsınız? Bunu sadəcə su ilə qatırıq. Su ilə qatırıq. Sadəcə adi su ilə. Bəli. Mən kömək eləyim, mikrofonu götürüm Əziyyət sizə. olmazsa. Xoşdur. Belə gözəl xanıma xidmət etmək. Mən biri sizə rəngsiz formada gətirmişəm. Burada da Hətta bizə hədiyyə gətir. Bəli, burada artıq hazırın gətirmişəm sizə. Burada da qatacam birini sizin üçün baxın. Maraqlıdır. Bunu istənilən adam, yəni Mən bunlardan master-klass dərslər də keçirəm. Aha, gözəl. Əgər belə qəliblər əldə etmiş eləsək, silikondan. Tərkibini hazırlamaq qaydası var da. Mən ona görə soruşuram. Mən onun dəqiqliyini tam olaraq bilirəm. Məsəl üçün su neçə dərəcə olmalıdır, nə qədər olmalıdır, neçə müddət qalmalıdır, çıxmalıdır. Axır bu işin ustasısınız da. Sizə deyim ki, mən özüm həvəskar olaraq başlamışam. Efirdən öncə Qönçə xanım dedi ki, belə tüstü çıxır? Tüstü deyil, tozudur. O onun tozudur. Tozu çıxır. Qönçə xanım, siz haranı bitirmisiniz? Ümumiyyətlə mən özüm peşəniz nədir? Öz peşəm şərqşünas, İslamşünaslığı oxuyub bitirmişəm mən. Gözəl. Demək olar ikinci yerə çıxmışam Quran oxumaq üzrə, özü də İraq şəhərində. Maşallah. Maşallah. Qönçə xanım, bu neçə dəqiqəyə quruyacaq bu qəlibə? Bu belə qəlibə tökdüm.
40-45 dəqiqəyə quruyur deyə mən ona görə sizə rəngsiz formasını gətirdim ki, burada rəngliyim baxasınız. Nə gözəl. Burada üstündə xəyal və jale yazı olan bir şeylər görürəm. Bəli, onlar sizin hədiyyələrinizdir, kiçik də olsa. Çox gözəl. Təşəkkür edirəm. Kiçik, böyük yox. Üzərində olan güllərimiz də sabundandılar. Onu da nəzərinizə çatdırım ki, onlar sabundular. Bunu necə zərif belə incə eləmiş. Elə bil ki, lentdir. Hə, onlar incə olurlar və mən də bu dəfə düzdür efirə gətirməmişəm. Mən həmişə efirlərə gedəndə əvvəl heykəllərimlə gedirəm. Sonra deyirəm ki, gələn efirlərə sizə bişmə sabunlarla gələcəm. İnşallah qismət olar. Bax bunu tökdüm. Bu hal-hazırda 40-45 dəqiqə ərzində qalıb qurumalıdır. Belə eləyirik ki, içində hava qabarcıqları qalmasın. Hamısı çıxsın üstə ki, qalmasınlar. Gözəl. Bu belə. Da bizim rəngimiz var. Hətta rəngi də o zaman qatırsın. Yox. Yox. Rəngi göstərəcəm sizə. Rəngi. Rəngi bunlar biz tək-tək rəngləyirik. Gözəl. O rəng nə qədər müddətə quruyur? Rənglərimiz akril olduğuna görə Tez. 10 dəqiqəyə quruyurlar, çox qalmırlar. Özü də çox gözəl qırmızıdır ya. Qan qırmızısıdır, belə deyim. Əsl qızıl gül yaradır. Gözəl. Bunların içində hazırların yəni göstərimdə sizə belə bunların içində xına da paylamaq olur. Xına günlərində. Yəni vacib deyil ki, tək zinət əşyası qoyaq. Xına da paylamaq olur, konfet də paylamaq olur. Baxır, mən əsasən deyirəm, çox vaxt məktəblərdən işləyirəm. Biz uşaq olanda nənələrimiz qız toylarına gedəndə, yox, nənələr qız toylarına gedəndə rəngsiz formada. nəmər paylayırdılar ora gələn qonağa. İndi də var, nəmər paylayırlar. Onda belə qabların içinə indi artıq dəbdədir ki, qoyub gətirirlər. Çox gözəldir, həqiqətən xanımın gözəldir. Mən də gələndə baxdım, həqiqətən çox diqqətimi çəkdi. Həm də onun üzərində sabundan hazırlanmış gül. Bax o gül də çox həqiqətən gözəl. Bunun özü də həqiqətən çox belə zənginlik, incəlik tələb olunan bir işdir. Bəli, zövq eyni zamanda zövq tələb Bir işi edir. görürsünüzsə gərək onu sevəsiniz. Sevəsiniz ki, ortalığa gözəllik Verilişdən öncə Gönçə xanımla söhbət elədik. Dedim bu rəsm işlərinə daha uyğun gələn işlərdir. Dedi düzdür, mən rəssam deyiləm, ancaq baxıram ki, çox gözəl həvəslə onları yəni ərsəyə gətirib. Bu bir qabiliyyətdir, düşünürəm ki, Həqiqətən. hər bir insanın hansı sahədə bir qabiliyyəti var. O qabiliyyəti tapıb üzə çıxaranda, bax o zaman parlayırsan. Həqiqətən, gör nə gözəl. Bəli. Mən üçün bu iş terapiyadır. Əsəblərim Bayaq biraz əsəbdən əsəbi qızam, danışırıq. həqiqətən biraz əsəbi qızam mən çox. Bir verilişdə də elə belə bir söhbət getdi. Dedim mənim eqom çox yüksəkdir. Partlayanam. Cümlənin axırında deyəcəyim sözü onu gəlib əvvəldə deyəcəm, partlayacam, dava salacam. Amma əsəbləşən kimi gəlib otururam, başlayıram nəsə rəngləyirəm, nəsə düzəldirəm. Bir də baxıram ki, o olan əsəb, stres hamısı keçdi getdi boyuna. Görürsüz ki. Sizi balanslaşdırmaq lazımdır. Təşəkkür edirik Gönçə xanım. Çox Bu sağ belə. olun. Bu belə. Hələ mən siz üçün istəsəz bunun üstünə Aha. belə bir fonda atın. Bir də bunların ətirli güllər də düzəldirlər. Sabunlarımız ətirlidir. Qoxlasanız görəcəksiniz ətirlidir. Bəs daş gülləri necə ətirli edirlər? Daş güllərin xüsusi ətirləri var. Mən daş- Üzərindən də maye yatırlar bunu. Hazır o O da necə deyim? mənim sirrim qalsın. O efirdə deməyim. Amma yəni Hər şeyi açdıq tək. hə, bunlar elə bir şeydir ki, bunların yəni eləmək olur. Mənim sifarişlərim olanda gülləri düzəldəndə hətta suvenirlər belə ətirli olur. Nə gözəl. Bu da belə. Çox gözəl Ay, oldu. maşallah. Çox Belə gözəl gözəl. oldu. Oldu bu da. Maya xanım baxın nə gözəl. Həqiqətən çox gözəl. Çox həqiqi, mükəmməl. Çox qəşəngdir həqiqətən. Parıltı, Belə deyək də, işığı. sizi yerinizə alaq Gönçə xanım. Tamam. Siz onu axıra qədər rəngləyin. Yox, bu elə belə vacib deyil ki, hamısı Niyə deyirəm? Çünki mən istəyirəm ki, onu burdaca Maya xanıma hədiyyə edək. Maya Çox xanım sağ orada olun. hazırı var. Gözəl. Təşəkkür edirəm. Hazır orada Allah. biri vardı, qəşəng rənglidir, qurudu, laqlıdır. Minnətdaram, Onu təşəkkür elə Maya edirəm. xanıma İşlərinizə hədiyyə. uğurlar arzulayıram. Gözəl. Çox sağ olun. Təşəkkürlər. Əllərinizə sağlıq, Çox sağ olun. ürəyinizə sağlıq. Bravo, Çox sizdən. sağ olun. Əlbəttə, Sağ olun. buyurun, buyurun. Mikrofon sizindir.
Tortumuz nə yerdədir, Azadə xanım? Burada Azadə xanım bayaqdan mən Yenə də xariqələr yaradır. valla baxıram, Azadə quşlar xanımın yaradır. işi də belə əl işidir. O da bir sənətdir həqiqətən. Arı quşu Möhtəşəm. yaradıb, arı quşu. Maşallah. Hələ başlarını qoymayıb, gözləyirəm başlarını da qoysun sonra. Azadə xanımı düzəldənə qədər bir dənə də musiqi alaq Elnur bəydən. Daha sonra söhbətimizə davam edək. Gözəl olar. Söyle bana mutlu musun? Kapılmışım mucizene, hasretim hasret yüzüne. Saf gibi kandım sözüne, saf gibi kandım sözüne. Ne yani aşkım bu musun? Söyle bana mutlu musun? Mutlu musun? Mutlu musun? Söyle bana mutlu musun? Mutlu musun? Mutlu musun? Söyle bana mutlu musun? Kuzum var artık ne tadın? Kız ne yaptımsa anlamadın. Hep gidiverdim be kadın, hep gidiverdim be kadın. Ayrılığa borçlu musun? Söyle bana mutlu musun? Mutlu musun? Mutlu musun? Söyle bana mutlu musun? Mutlu musun? Mutlu musun? Söyle bana mutlu musun? Geceleri yandıkça beleş, anladım hep bulmadım eş. Ben dolunay sense güneş, ben dolunay sense güneş. Sabahtan sorumlu musun? Söyle bana mutlu musun? Mutlu musun? Mutlu musun? Söyle bana mutlu musun? Mutlu musun? Mutlu musun? Söyle bana mutlu musun? Zenginin arkadaşı mısın? Fakirlere karşı mısın? Bulunmaz int kumaşı mısın? Bulunmaz int kumaşı mısın? Erişilmez arzu musun? Söyle bana mutlu musun? Mutlu musun? Mutlu musun? Söyle bana mutlu musun? Mutlu musun? Mutlu musun? Söyle bana mutlu musun? Ben unutulmuş gariban, yok mu prenses merhaba? Pek de güzelmiş arabam, pek de güzelmiş arabam. Rahat mısın, mutlu musun? Söyle bana mutlu musun? Mutlu musun? Mutlu musun? Söyle bana mutlu musun? Mutlu musun? Mutlu musun? Söyle
təşəkkür edirik. Görürsüz də biz sizin musiqilərinizi necə əzbər bilirik. Hər kəsin xoşbəxt olması diləyi ilə. Amin. Və yanınıza gəlməmək mümkün deyil də. Mümkün deyil. Xəyal xanım, əyləşdiniz Maya xanımın yanında. Onda özünüzlə suallarınızı verin. Elə ona görə gəldim ki, şəxsi söhbətlərimizi eləyəcəyik indi burada. Jale, sən dinləməsən də olar. Tamam, dinləmirəm. Azadə xanım. Maya xanım, Necəsiz? təkcə saç tökülməsi deyil, günümüzdə qaşların da tökülməsi çox gündəmdədir və bu həddən artıq hər kəsi narahat edir. Saçın çarəsi var, uzaq başa gedib əkdirə bilirlər. Bəs qaşa nə etmək olar? Qaşın tökülməsində qaşın da eyni çarəsi var, bu yolu da deyim. Ancaq qaşın tökülməsini təbii qaşlar daha olmağı insanın gözəlliyidir. Əlbəttə. İstər saçın olması, qaşın olması, kipriklərin olması hər bir insan üçün önəmlidir, həm də hər bir insanın yaraşığıdır. Ona görə də bunun üzərində də saçlarda bəzən tökülmə olanda, qaşlarda da, kiprikdə də tökülmə olur. O alopesiyalı xəstəliklərdə buna rast gəlinir. Ona görə də burada da yenə diaqnozu dəqiqləşdirib, ona uyğun müalicələr həyata keçiririk və biz saçın müalicəsini bərpa etdikdə, qaşın da müalicəsinin bərpası bizim tərəfimizdən mümkündür, yəni alınır. Qurdları başa düşdük. Tutaq ki, hansısa qidadan, yuyulmamış əllərdən, dırnaqlardan və s. bizim orqanizmimizə daxil olur. Bəs bu gənələr hardan düşür? Bu gənələrin olması yenə bu orqanizmlə əlaqəli bir şeydir. İstər bəzən biz deyirik göbələk xəstəliyi, maya göbələyinin olması, dəridə demodex gənələrin olması. Burada da yenə biz hər zaman deyirik qurdlar yolmamış göyərti, meyvə, tərəvəz, qida su vasitəsindən yoluxma ehtimalı da olur. Burada da bəzi su vasitəsindən, bəzi hansısa bir infeksiya mənşəyi, burada infeksiyanın yaranma səbəbindən də bu hallar yaşanma ehtimalında olur və bunun da müalicələrini biz həyata keçirə bilirik. Bizim müalicələrimizi təbii üsullarla həyata keçirdiyimiz müalicələrin əsasında burada istər qurdlarla bağlı, istər dəri xəstəliklərindən var. Dərinin gözəl olması hər bir insan üçün önəmlidir, çünki görünüşdür. İstər kiprikdə, qaşda, dırnaqlarda, dərinin özündə, üz misal üçün gənələrinin olması, bu da mədə-bağırsaqla əlaqəli ola bilir. Və burada qurd xəstəliyinin də böyük rolu ola bilir. Burada daxildən hansısa bir infeksiya, belə deyək, virus mənşəli proseslər, problemlərdən yaşanma ehtimalında olur. Biz burada diaqnozu dəqiqləşdirdik ki, burada səbəb nə ilə əlaqəlidir, ona uyğun müalicəni aparmaq lazımdır. Və bizim müalicəmizdə, təbii üsullarla apardığımız müalicələrdə belə bir müalicə üsulumuz var ki, ödün yolması. Ödün yolması dedikdə, öd kisəsi həzm prosesinin əsasını təşkil edən orqan. Öd kisəsi də burada, yəni orqanizmdən toksinlərin təmizlənməsini, yəni ki, effektini göstərir və biz ödün yolması dedikdə ödə olan qatı möhtəviyyatı xaric edirik. Dəri xəstəliyində çox geniş bir üsuldur ki, biz bundan istifadə edirik. Baxın, insan orqanizmində qaraciyər bütün bədəndəki zəhəri yığır özünə, ötürür öd kisəsinə. Öd kisəsi burada qatılaşmış olanda, çöküntü olanda, öddə daş olursa biz ödü yumarıq. Qatılaşmış çöküntü olduqda bu zaman biz ödü yuruq. Ödü yuyanda, öd axar, belə deyək də, ödün kanalı açılır, 12 barmaq bağırsa, ödümüz hər zaman süzür. Bütün insanlarda öd süzür. Öd süzməsi insan sarılıq ola bilər. Öd qovması. Yəni öd qovucu əsasən biz burada ödün yuyulması zamanı 12 barmaq bağırsağa boşalması ilə burada bəli, dubaş olunma ehtimalları da var. Ödün yuyulması burada orqanizm toksinlərdən təmizlənir, öd axarları təmizlənir. Bu zaman burada bağırsaqlar təmizlənir və onda dəri xəstəliyində, hansı ki bu dəridə olan müxtəlif yaraların, sızanaqların, səpkilərin, demodekslərin olmasında daha effektini gözəl göstərir. Belə halda da ödün, yəni burada orqanizmi təmizləmək, biz ödün yuyulması deyəndə bəzi insanlar fikirləşir ki, yalnız biz ən zaman deyirik, embriozlu xəstəlikdə daha çox lazım gəlir. Yəni biz ümumilikdə, yenə bayaq da söylədim ki, müxtəlif qurd növləri var. Növlərinə uyğun qurd xəstəliyinin özünün də bu demodex dəri gənələrində böyük təsirini göstərir. Ona görə də burada orqanizmi bu cəhətdən təmizlədikdə daha gözəl effekt alırıq. Hətta dərinin baxır, hansı nahiyəsini istəyir, kiprik,
kənarlarında və yaxud qaşın kənarında bir də görürsüz bəzi insanlarda qabıqlaşmalar olur, müxtəlif Dəri qaşınmalar soyulmaları. olur. Sonra el arasında boz düşdü deyirlər dəriyə. Bəli, o boz düşdü dedikdə ağ ləkələri nəzərdə O da tuturuq, qurtdandır. ala xəstəliyini Bəli, nəzərdə bəli. tuturuq. Ala xəstəliyi də sonda gətirib vitiligo xəstəliyinə çıxarda bilir. Vitiligo xəstəliyinin də dünya bəşəriyyətində müalicəsi yoxdur. Ona görə biz yoxdur deyirik. Hər bir insan o vitiligo xəstəliyinə rastlaşanda bəzi dəri ala xəstəlikləri var ki, ona vitiligo kimi insanlar özləri vitiligodur deyir, ümidini üzürlər, elə deyil. Hər bir insan buna heç də üzülməsin. Bugün təbabət çox geniş inkişaf edir və bizim də bu üzərindən gözəl müalicələrimiz var. Bəzən də belə dağ ləkələrinin olması çox gözəl şəkildə orqanizm təmizlənə də bilir. Bu orqanizmin müqavimətindən asılıdır. Aha. Bəli, Çox gözəl. buyurun. Tortumuz hazırdır. Möhtəşəm bir tortdur. Azadə xanım, tortu çevirin zəhmət olmasa. Bu quş yuvasıdır. Hə, Azadə xanım? Quş yuvası hazırlamısınız. Ay nə gözəl. Mən də bilirdim ki, Adamlar təkcə tortun üstünə baxıb qışı istəyir, qışı xatırlayır. təkcə yaz aylarında quş yuvasının içində yumurtalar filan düzəldilər, amma bu dəfə Azadə xanım onu qış mövsümünə aid edib. Nə gözəl. Çox gözəldir həqiqətən. Bir sənət əsəridir. Həqiqətən çox gözəldir. Adam İndi buna necə bıçaq vurasan? Bunu necə yeyəsən? Tort doğrudan danışır. Əllərinizə sağlıq. Arı quşları da Təşəkkür xüsusilə edirik. Çox sağ gözəl. olun. Bəli. Təşəkkür edirik Azadə xanım, çox sağ olun. Bugün həqiqətən də burada nə gözəl əl işləri var. Həm Gönçə xanımın əl işləri, həm Əzadə xanımın əl işləri. Bunlar özü də həqiqətən böyük bir fərasət tələb eləyir, Əlbəttə. həqiqi mənada. Gözəl mahnılarınızın hər kəs oxudu, oynadı. Bütün Azərbaycan xalqı sevdi. Əsasən gənclərin dillərinin əzbəri oldu bu mahnılar. Amma mənim üçün çox maraqlıdır. Niyə türkcə? Ali təhsilim, 3 dənə musiqi təhsilim var. Bülbül adlı orta ixtisas musiqi məktəbini bitirmişəm. Konservatoriyanı bitirmişəm. Gələndə də elə bu verilişə Teymur Əmrah ustadım, müəllimimlə bir yerdəydik. O da salamlarını çatdırıram buradan. Allah ona can sağlığı versin. Yəni mən o tərəfi də bilirəm. O biri janrı da bilirəm. Klassik estradanı bitirmişəm, muğam bitirmişəm. Sadəcə olaraq neçə illərdir mən oxudum. Xalq Ulduzu verilişinin laureatıyam. Alınmırdı. Tutmurdu mahnı. Valla bu mahnı da 2 ildir telefonumdadır, cibimdə gəzirəm telefonda, heç bilmirəm. Gedirəm məclislərə, dostlarımın, qardaşlarımın ad günündə, orada, toylarda, bayramlarda oxuyuram. Mənə deyirlər ki, niyə çıxartmırsan bu mahnı? Mən də özümdə deyirdim, iyi bax kəndinə nədir? Heç vaxt ağlıma gəlməzdi ki, haralardan bu mahnıya görə mənə Özünə zəylər yaxşı bax da, iyi bax kəndinə, özünə yaxşı Amma bax. tutdu bu mahnı. Şükürlər olsun, uğurlu oldu. Kommersiya janrıdır. Amma gənclərin tələbatıdır, insanların. Amma belə deyək də, musiqini belə bu şəkildə danışmayın da, mən o musiqini sevdiyimə görə. Mən özüm də sevirəm o musiqini. Bundan Yəni sonra da insan içinə oynadır, sanki Bəli. sinirlərinə işdir, o ritmli deyil. Bu da o lazımdır. mahnının xarakterini Bu da vermək lazımdır. lazım idi. Bəli, Məndən əvvəl o bəli. mahnıyı oxumuşdular, amma haqqım verməmişdilər. Bir yazan adam özü oxumuşdu, tutmuyor. Amma o YouTube-da deyil. da var. Yəni çox bərbad çıxıb o. Mən bunu elə bir nəfəs, yeni nəfəslə, bəli. Bəlkə də o sizin ruhunuza, Bəli, buranıza bəli. daha çox İnan yaxın Allaha, olduğuna görə. vallahi. Bax deyirsiniz ki, klassikanı bilirsiniz. Bəli, yəni Ya bunları oxudunuz, amma bəlkə də ruhunuz o deyil də, ruhunuz bu tip mahnılara daha Yox, orada ruhum var. Orada ruhum var. Klassik estradanı bilirəm. Amma mən. məncə burada sizi hamı məşhurlaşdı. Bu mahnıda. Bu mövzuda, bu mahnıda. Bundan əvvəl də bir mahnım vardı mənim. Sevdam dəniz idi, mən limansız, o da tutmuşdu. Limansız gəmi 3 milyon baxış var, trend olmuşdu neçə il bundan qabaq. Amma bu mahnı işıq açdı mənim üçün, qapılar açdı. Gözəl. Çox şükür Allaha. Çəkdiyim əziyyətlər itmədi, zəhmətlər itmədi. Dediniz ki, Teymur Əmrah və o Bəli. zaman bir həzin musiqisti. Bəli. Yəni onun adı gələndə Allah ona can sağlığı versin. O pedaqoq Azərbaycan. eşitməmək mümkün. Bəli. Bəli. Bütün Azərbaycan gənc ifaçıları onun tələbəsidir, yaxşıları. Mən də fəxr edirəm ki, elə bir sənətkardan təhsil almışam. Biz də fəxr edirik. Minnətdaram. çox Teymur sağ olun. Əmrah həqiqətən gözəl sənətkardır. Bəli. Ürəyini, Onun da xeyir canını, duasını ruhunu almışam. qoyur. Bəli, onun da xeyir duasını almışam. O özü də müəllimin bəyəndi, dedi, lap gözəl ifa eləmisən,
super, türk dilində yenili idi. Bundan sonra da amma Şirin cilvə ilə ifadə Şivə ilə. etsin onu. karakter vermişəm amma ona görə. Elə aldım. Hətta Türkiyədə də Obraz sevilir. vermişəm. Hətta Türkiyədə Bəli, də çox Türkiyədə, sevilir. Almaniyada, Gürcüstanda mənim zəylər gəlib oralardan. Maşallah. İnşallah yenə də türkcə mahnılarım gəlir. İnşallah, buyurun. Allah'ın izniyle. Açılan qapılarımız çox olsun. Çox sağ olun. Buyurun, Sizə də səhnə uğurlar. sizi İnşallah gözləyir. ki tez-tez görüşər yalvarırım. İnşallah. Minnətdaram. Sənsiz qalaram gözlərin əmli, həyatı qəmli, hissləri qəmli. Mənim kimim var səndən önəmli, mənə sən vacibsən, mənə sən vacibsən. Cənnət qoxulum, sevgi nəfəsli, güllü günəşli, çiçəkli fəsli. Mən sənə məğlub, mən sənə təslim, yenə sən qalibsən, yenə sən qalibsən. Hər şeydən çox, hər kəsdən çox mənə sən vacibsən. Mən sənə aid, tək sənə aşiq, ürəyimə sahibsən. Hər şeydən çox, hər kəsdən çox mənə sən vacibsən. Mən sənə aid, tək sənə aşiq, ürəyimə sahibsən. Sənin hər nazını özüm üstlənirəm, yanımda olmağa çox həvəslənirəm. Bütün ürəyimlə sənə səslənirəm, mənə sən vacibsən, mənə sən vacibsən. Mənim hər anım səninlə keçsin, yatım, oyanım səninlə keçsin. Bütün zamanım səninlə keçsin, mənə sən vacibsən, mənə sən vacibsən. Hər şeydən çox, hər kəsdən çox mənə sən vacibsən. Mən sənə aid, tək sənə aşiq, ürəyimə sahibsən. Hər şeydən çox, hər kəsdən çox mənə sən vacibsən. Mən sənə aid, tək sənə aşiq, ürəyimə sahibsən. Hər şeydən çox, hər kəsdən çox mənə sən vacibsən. Mən sənə aid, tək sənə aşiq, ürəyimə sahibsən. Hər şeydən çox, hər kəsdən çox mənə sən vacibsən. Mən sənə aid, tək sənə aşiq, ürəyimə sahibsən. Mənə sən vacibsən. Xanım sizi alqışlayır da Elnur bəy. Çox sağ olun. Yəni bayaqki ifalar bir başqa cür, türk dilində bir başqa cür, Azərbaycan dilində bir başqa cür və sırf estrada janrında lirik. Bu da çox gözəldir. O qədər gözəl yaraşır ki. Super. Çox sağ olun. Sizə təşəkkür edim. Qançə xanım sizə, Maya xanım sizə, Elnur bəy sizə. Yəqin ki verilişimizi bəyəndiniz. Çox gözəl, həqiqətən. Vaxtımız az olsa da çalışdıq ki, sağ olun. nəsə bir şeylər maarifləndirə bilək Əsas odur ki, tamaşaçıları. çox şükür Allaha, səviyyəli, gözəl bir verilişdir bu, maşallah olsun. Mən verilişlərə gedirəm, Bəli. dəvət alıram. Mən çox bəyəndim mən sizin verilişi, həqiqətən. Hamı Təşəkkür bir-birini edirik. dinləyir, hamı bir-birini Bunlar gözəldir, maşallah. Belirlilik belə olmalı, başqa bir. hər Çox kəs sağ öz olun. işi ilə məşğuldur və biz ilk gündən biz belə danışdıq ki, hamıya söz verməyi bacaraq, dinləməyi bacaraq. Əsas budur. Biz də çalışdığımız qədər dinləyirik qonaqlarımızı, tamaşaçılarımızın yazılarını, bizə olan mesajlarını və çalışırıq ki, hər dəfə bu cür xanımları üzə çıxaraq, gözəl xanımlarımızı
Bəli. Maya xanım kimi həkimlərimizdən gözəl, dəyərli məsləhətlərimizi alaq, düzgün müalicəyə yönlənək. Azadə xanım kimi və Başkənd Restoranlar şəbəkəsinə buradan təşəkkürümü bildirirəm Mətanət xanıma. Hər zaman bir telefon zənginə bizə gözəl-gözəl xanımları bura yollayır və onlar da bizim üçün şirniyyatlar, salatlar, hər bir şeyi gözəl şəkildə hazırlayırlar bizim üçün. Təşəkkür edirəm əziz tamaşaçılar hər birinizə. Çox sağ olun. Bugün də bizə baxdınız. Əminəm ki, baxdınız və sözü verəcəm Xəyal xanıma. İlk öncə onu deyim ki, YouTube səhifəmiz, Instagram səhifəmiz və TikTok səhifəmizə dəstək olun. Nömrələrimiz aşağıda qeyd olunub. Təşəkkür edirəm hamınıza. İnşallah gələn həftə görüşmək ümidi ilə sizlə sağollaşıram. Bu arada qeyd eləmək istəyirəm ki, bizim verilişimizə gələn, dəvət etdiyimiz bütün qonaqlar hamısının ünvanı, telefonu, bir telefon qədər, bir WhatsApp nömrəsi qədər yaxınınızdadır. Biz sizin üçün çalışırıq, faydalı olmaq istəyirik. Bu verilişi əl-ələ verib Jalə ilə açmaqda məqsədimiz də oydu. Xalqımıza gözəl bir veriliş verək. Buradan bütün bizə baxanlara, televiziya elədir ki, daha böyük kütləyə səslənmək mümkündür. Faydalı ola bilmək. Əgər faydalı olduqsa, nə xoş bizim halımıza. Maarifləndirə bildiksə Əgər yenə də. bizim verilişimizə baxıb balaca bir şey də öyrənə bilirsinizsə, götürə bilirsinizsə, nə xoş bizim halımıza. Bu deməkdir ki, biz artıq öz məqsədimizə çatmışıq. Nələrsə əldə etmişik. Bu da xoşbəxtliyin özüdür. Çox sağ olun bir daha bizi izlədiyinizə görə. Sağ olun. Hələlik gələn həftə görüşənə qədər.